İdeal pizzanın hazırlanmasını səhifəmdə dəfələrlə bölüşmüşəm. Hər dəfəsində milyonlarla baxış sayı yığan bu pizzanı gəlin yenə hazırlayaq. Qaba 1 stəkan yarım ilıq su, 1 xörək qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu və duz, 4 xörək qaşığı dur yağı da əlavə edib qarışdırırıq. 4 stəkan yarım unu da əlavə edib yumşaq ələ yapışmayan bir xəmir yoğururuq. Xəmiri 1 saat mayalandırırıq, sosu hazırlayaq. Sosu üçün qaba tomat pastası, ketçup, oregano, duz, paprika, duru yağ, su əlavə edib qarışdırırıq. Mayalanan xəmiri 2 bərabər kündəyə ayırırıq. Yağladığımız soba listinə əlavə edərək kündələrə forma veririk. Qeyd etdiyim reseptlə 2 ədəd iri pizza alınır. Soba listinin ölçüsündə yaydığımız pizzanın üzərində çəngəllə dəliklər açıb hazırladığımız sousdan mozzarella pendiri və istədiyimiz ingredientləri əlavə edərək əvvəlcədən isidilmiş 245 dərəcəli sobada təxminən 15 dəqiqə bişiririk. Pizzanın bişməsinə 5 dəqiqə qala sobadan çıxarıb üzərinə təkrar pendir əlavə edərək pendir əriyənə qədər biraz daha bişiririk. Mütləq bu reseptlə hazırlayıb siz də dadına baxmalısınız. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik!